Salam, hər kəsi salamlayıram. Mətbəximə xoş gəlmisiniz. Bu gün sizlərlə qışa hazırlıq üçün ev şəraitində çox dadlı konservi hazırlanmasını göstərəcəyəm. Qarğıdalı konservisi marketlərdə ən baha satılan təamlardan biridir. Ona görə də yayda ucuzluğundan istifadə edib qış üçün hazırlamaq qərarına gəldim. Bizim istifadə etdiyimiz qarğıdalılar bərk qarğıdalıdır. Tam yetişmiş bərk qarğıdalı. Qarğıdalının qabığını soyub bir gün saxlayıram ki, yaşıllığı getsin ki, rahat şəkildə təmizlənə bilsin. Dənələrini öncə ortadan 2 sıra edirəm, daha sonra isə yanlara doğru çox rahat şəkildə təmizləyir. Baxın, təmizləndikdən sonra qarğıdalların dənələri qabığından rahat şəkildə ayrılır. Dənələrin əzilməməsi və bütöv qalması üçün səliqə ilə işləyirik. Bütün dənələri böyük bir sinəyə toplayırıq. İndi isə keçirik qaynatma prosesinə. Böyük bir qazana bol su əlavə edib qaynamağa qoyuruq. Bilirsiniz ki, əslində əvvəlki qarğıdallar çox gec bişirdi. Bu da o qarğıdallardan biridir. Ona görə suyu çox istifadə etdim. Su qaynadıqdan sonra təmizlədiyimiz qarğıdalları dənələrini qazana tökürük. Qarğıdalı konservinin püf nöqtələri nələrdir? Onlarda qeyd edin. Dənələri yumşaq və dadlı olması. Qaynama zamanı duz və şəkər balansı çox vacibdir. Qazana bir xörək qaşığı duz, yarım xörək qaşığı şəkər tozu əlavə elədim. Sona doğru təxminən əlavə etdikdən 5 dəqiqə sonra ocağın üzərindən götürdüm. Qarğıdalılar tam bişib yumşaldıqdan sonra onları öz qaynar suyu ilə birlikdə əvvəlcədən sterilizə olunmuş bankalara doldururuq. Qeyd edim ki, qarğıdalını qaynatdıqdan sonra mən soyuducuda saxlayıram. Bu da keyfiyyətini və təravətini uzun müddət saxlamaq üçün başqa bir püf nöqtəsidir. Əgər sizin padvalınız çox sərindirsə, orada saxlaya bilərsiniz. Mən padvalıma arxayın olmadığım üçün ona görə havalar soyuyana qədər soyuducuda saxlayacağam. Bankaların qapağını möhkəm bağlayıb tərs çevirib üzərini dəsmalla örtürəm və tam soyuyana qədər gözlədirəm. Qış üçün ləzzətli qarğıdalı konservimiz hazırdır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.